Salam əziz tələbələr, vaxt qazandıran sualların 14-cü hissəsindən davam edirik. Əksər tələbənin yaralı yeri olan fikrən birləşmədən alınan fiquru seçmək istəyir bizdən. Bu tipi sualların konkret bir qaydası yoxdur. Sadəcə gözə yarı uyğun olaraq hansı variantda düzəldə bilərsən, hansına olmaz deyib variant üzərində yerləşdirməyə çalışmalıyıq. Mən B bəndinə anda çıxıram. Niyə? 4 dənə 90 dərəcəlik hissəm yoxdur. Mən 4 dənəsinin hardan? 2 dənəsi var ən azından. Digərlərini hardan yazacağım? Yoxdur. Ki A bəndində bax bu üç bucağı yerləşdirməyə bir yer yoxdur. Ümumi olaraq böyük üç bucağı bura gətirib yerləşdirə bilərsən, amma davamını heç cürə gətirə bilməyəcəksən. Bəlkə C də həmçinin. C-yə baxın o üç bucağı bura yerləşdirsən heç ölçü uyğun deyil, amma ən azından və ya ki bu formada yerləşdirsən, amma davamı necə gətirəcəksən? O 90 dərəcə hissələri hara birləşdirəcəksən? Yer yoxdur. Qalır ya D ya da Y. D bəndində yenə də bax bu hissələr 90 dərəcə hissələr olmadığına görə verilən şəkli sırf Y-nin üzərində yığmağa çalışacağam. Bu olsun balaca üç bucaq. Bu olsun o böyük orada verilən böyük üç bucaq. Bu olsun 90 dərəcə, bax bu hissə olsun. Heç fırlatmağa ehtiyac qalmasın. Bu 1 deyim bura, 1-i yapışdırın, bura 2 deyim, burada neyim heç fırlatmadan 2-ni yapışdırın. İndi biraz üç bucağı balaca çəkmiş ola bilərəm. Buradan çəkək ki, daha dəqiq olmuş olsun. Həm onun ölçüsü, həm də digər fiqurun ölçüsü. Cavabımız olacaq hansı variant? Y variant. Dediyim kimi konkret bir qayda yoxdur, sadəcə müəyyən dərəcələrlə mi deyim, hərəkət eləyin. Bunlar mütləq şeydir, kənarların kəsikləri, yəni ortadan belə bir fiqur kəsib vermirsən heç vaxt. Bunu nəzərə almaqla hərəkət eləmək lazımdır.